Bu belədir, həyat budur. Çox nadir hallarda insanlar olur ki, tutaq ki, onda cinsi zəiflik sinkin çatışmamazlığından olur. Yəni D vitamini belə bir şey deyək də, biraz bu D vitamini ilə bağlı ajitaj biraz gülməlidir nəyə görə? Azərbaycan əhalisinin 90%-də D vitamini çatmır. Niyə? Hamı qapalı binalarda yaşayır, evlərdə yaşayır. D vitamini o insanlarda çatışır ki, onlar daima açıq havada olur. Çoxlu, məsələn, tərkibində D vitamini olan qidaları qəbul edir. Məsələn, yumurta, qaraciyər, yəni belə təbii şeylər. Belə də insanlar azdır bunu eləyənlər. Var, amma çox azdır. Yəni az bir qisim insanlarda hardasa bir 10% insanda D vitamini çatır. Yerdə qalan 90% əhalidə, xüsusən də şəhər əhalisində D vitamini çatmır. Və o demək deyil ki, bu adamların hamısında cinsi zəiflik var. Yəni bu D vitamininin burada əsas bəhanə gətirirlər ki, D vitamini cinsi zəiflik verir. Ola bilər onun çatışmamazlığı da cinsi funksiyaya təsir edir. Amma bu əsas səbəb deyil. Ona görə buna necə deyərlər, arxalanıb çoxlu D vitamini qəbul edeyim, cinsi funksiyanı düzələcək. Bunlar hamısı boş-boş şeylərdir. Yenə dediyim kimi D vitamini də, sink də cinsi zəifliyi əgər bina hesab eləsək, orada bir kərpicdir. Ona görə əsas səbəbləri araşdırmaq lazımdır və o səbəblərin tapılıb aradan qaldırılmasına çalışmaq lazımdır. Səbəblər aradan qalxmasa, istifadə olunan heç bir dərman, heç bir vasitə, heç bir vitamin, heç bir macun axıra qədər təsir eləməyəcək. Yəni effektiv olmayacaq və qəti cüzi yaxşılaşma verə bilər. Bu əsas məsələ budur. İndi keçək suallarımızı cavablandıraq.